Növbəti sualda soruşur ki, Bakıdan təyyarə ilə Ciddəyə uçanda miqat hara sayılır? Mənim bildiyimə görə təyyarə birbaşa Ciddəyə deyil, Məkkənin üzərindən keçmir. Bu halda Ciddə aeroportuna niyyət etmək olarmı? Cavab odur ki, xeyr. Bakıdan Ciddəyə gedəndə və birbaşa hansı ki o insanlar Məkkəyə gedirlər, o insanlar təyyarədə niyyət etmələri lazımdır. Və bu haqda zaten pilot öncədən xəbərdarlıq edir. İstənilən hava yolu, istər Azərbaycan hava yolları olsun, istər Ərəb hava yolları olsun, bunlar hamısı öncədən xəbərdarlıq edirlər ki, artıq biz miqata yaxınlaşırıq, ümrə edənlər niyyət etsin deyə. Miqatın üstündən keçdikdə bunu insanlara bildirirlər. Ciddə isə miqatın içi sayılır. Ciddə miqatın içi sayıldığına görə Ciddədə gedib niyyət etmək olmaz. Mütləq miqat o giriş qapılarıdır. Məkkəyə giriş qapılarıdır. Miqatdan niyyət etmək lazımdır. Və Ciddəyə uçan təyyarələr bəzən olur ki, Mədinənin üzərindən uçur, bəzən olur ki, əks tərəfdən gəlir, Rabigh tərəfdən gəlir. O təyyarənin marşrutuna görə dəyişə bilər. Hər bir halda çalışıb təyyarə bələdçilərindən soruşmaq və pilotun çağırışına diqqət eləmək, o nə zaman çağırış edərsə, o zaman niyyət etmək lazımdır və niyyəti Ciddə aeroportuna saxlamaq olmaz. Kim niyyəti Ciddə aeroportuna saxlayarsa, orada niyyət edərsə, ümrənin vaciblərindən olan niyyəti miqatda etmək vacibini tərk etmiş sayılır. Onun üzərinə də bir tövbə etməsi və bir qurban kəsib Məkkənin kasıblarına paylaması gərəkir. Düzünü Allah bilir.